Hər birinizi salamlayırıq dostlar, ümid ki işləriniz qaydasındadır. Siz var arxası podkastındasınız və burada biz dostlarımızla birlikdə Skromny dünyanın ən belə sadə liqasını, yəni Çempionlar Liqasını müzakirə edirik. Soruşacaqsınız ki, dekabrın ortasında siz burada nə çəkirsiniz? Növbəti tur yanvarın ortasındadır. Amma biz söz verdiyimiz kimi liqa mərhələsinin nəticələri ilə bağlı öz ehtimallarımızı verəcəyik. Yəni hərəmizin artıq hazırlanmış fərdi şəkildə subyektiv fikirlərə əsasən yığılmış, toplanmış top 8-lik var. Plus biraz Qarabağ və Qalatasaray haqqında danışacağıq. Əlbəttə ki, bunu biz birlikdə eləyəcəyik. İlk öncə sizinlə tanış etmək istədiyim şəxs bu gün 8-likdə, heç birimizin 8-liyində, heç özünün 8-liyində belə öz komandası yoxdur. Çox qədim bir qoca seniora azarkeşi Elvin. Kaftar seniora. Kaftar seniora. Qocalar evinin qabağında bir adam gəzirsə, belə o da Elvindir. Yəni nəzərə alın. Oyunumuzdan qızarıb, formamız da qızarıb. Komandası həm 3-cü ola bilər, həm 13-cü ola bilər. Real Madrid azarkeşi Fərman 23-cü də ola bilər yoxsa. Yox, elə də yox da. 33 də. Və komandam həm 3-cü ola bilər, həm 13-cü ola bilər. Abdul. Nə o mən də yazıq yaşam. Qan onlar ki, bir dənə Elvin nəsə korladır buranı. Olmaz da Simyeni bizi rodu. Prosta bax forma yox idi geyinməyə. Mən bu dəfə bilmədim kimi seçəcəm 8-likdə bir favoritmi. Yəni elə görünür ki, biz San Julias'ın səfərə formasına oxşayır biraz. Ola bilər. Olmur. Uşaqlar biz yəni hansı formatda işləyəcəyik indi? Hərəmiz birinci yerlərin, sonra ikinci yerləri və belə məntiqən deyəcəyik və siz yekunda qrafikdə hərəmizin top 8-liyini görəcəksiniz və öz top 8-liyinizi mütləq şəhərlərdə qeyd edəcəksiniz. İlk öncə icazənizlə buyur. Birinci yerdən mən başlayım. Mənim birinci yerdə yerim 25-26 mövsümdə liqa mərhələsinin lideri Arsenal olacaq. Arsenalın hal-hazırda 18 xalı var. Yəni burada hələ ki intriqa yoxdur. Arsenal səfərdə Inter və evdə Kayratla oynayır. Mənim düşüncələrimə əsasən Kayratdan bəlkə xal itirdi. Bəli. Arsenal yekunda 21 xal yığacaq. Mənə görə Interə məğlub olacaq səfərdə. Bəsdir. Qardaş, bəlkə də sənə görə Inter udan biri özüm ölməyə. Qardaş, mən ona udanda belə deyirdim ki, Inter udacaq. Hətta orada fərdi sahibkarları, amma nəysə. Amma evdə Kayratın yəni daş üstə daş qoymayacaq. Mən hətta hesab edirəm ki, Arsenal akademiyası bir 3 nəfər də buraxıb oynayacaq. Inter udacaq uddu. Regina ilə azadla oynayır. Hətta deyirəs fərdi sahibkarları. Yəni uzun sözün qısası 21 xal topla keçən mövsüm yəni necə ki İngiltərə Premyer Liqasının komandası birinci yer tutdu. Bu dəfə də eyni şey olacaq. Arsenal mənə görə bu liqa mərhələsində birinci yer tutacaq. Heç nə, məncə də. Yox, məncə də birinci yer tutacaq, amma bir dənə düzəlişlə ki, Arsenal 24 xal yığacaq. Sən deyirsən maksimal. 100% maksimalı yığacaq. Keçən mövsüm Liverpool haqqında bunu dedik, son turda PSV uduzdular. Yox. Mənə soruşmamısınız. Yox, sadəcə fərq orasındadır ki, orada PSV idi. Burada Arsenal özündə Kayratla oynayır. Amma səfərdə Interdən də xal itirməyəcəksən. Yox. Heç belə fikirləşmə. Yox, bəsdir görə. Keçə ikinci yerə Arsenal təbrik edirəm. İkinci yer istəyir səndən başlayaq. Özüm başlayacağam. İkinci yer 100%'dir, maşındır. Bavariya. Salımızı verək də. Niyə Bavariya? Qansızlar da qardaşım, qansızlar da. Çünki Bavariya Leykemiya futbol klubudur. Yox, Bavariya səfərdə PSV-ni udacaq və özündə St. Julius'la. Oyda bu Belçika azarkeşdə. Başa niyə Bavariya öz meydanında San Julius'u belə rahatlıq olsun ki, yəni. Üz döndərmisən sən Belçikadan. No vermədilər vizanı. Yox, Brügge prosta gözləyir ki, udacaq Barcelona bacarmadı yəni. Biraz yüngül var. Amma ki orada da mən 6 xal gözləyirəm, 21 xalla Bavariya. Yəni ikinci 21 xal. Yox, ki maksimum ola bilsin ki, maksimum PSV-nə heçəcək, amma 21 xal gözləyirəm mən. Okay. Sən ikinci yerini bil. Məndə də Bavariya. Mən baxıb yazıb edirsən. Ya ilk iki komanda məncə hər kəsdə eyni olacaq. 3 bəs. Səndə Bavariya qalıb. 3. Səndə 2 Bavariyadır. Hə, indi çox sağ ol ki, mənim bütün intriqa yoxdur da keçir şu anda. Məncə ikinci yerdə Bavariya olacaq. Özdə burada Bavariyanın qeyd edildiğində vacib bir məqamı bildirmək istəyirəm. Məndə Bavariyada Arsenal 3 xal yığmışdı. Bavariya 6 xal yığır. Lyonu da odur, PSV-də odur. Ada sən oyunda şot tapa bilmirsən. Sən bula 6 xalını necə yığırsan? Qardaş belə də yəni. İkisində də 21 xal olur və burada deyəcəksiniz ki, Arsenal nəyə görə birinci yerdə? Çünki fərdi oyunda qalib gəlib, amma Çempionlar Liqasında elə deyil. Eyni xala malik olan komandalar ilk öncə qol fərqini hesablayırlar, sonra fərq şəxs görüşləri. Burada da Arsenal Bavariyadan daha yaxşıdır. Arsenal plus 16-dır, Bavariya plus 11-dir. Düzdür, 2 tur ərzində hər şey dəyişə bilər, amma o qədər də fərq olmaz məncə və
Mənə görə də Bu Bavariya arada ikincidir. 6 oyuna Arsenal cəmi 1 gol buraxıb. O da Yes. Bavariyadan. O da Bavariyadan. O da Bavariyadan. Bavariya bircə oyun uduzub o da Arsenal. Çox belə maraqlı bir məqamlardır. Elvin 3-cü yerdə sən başla. Məncə 3-cü yer fərqli olur. Uca fərqli olsun da məncə. Man City. Olmadı. Olmadı. Səndə Man City. Mən də Man City deyirəm. Nə oldu lan? Niyə? Səbəb də odur ki, PSG Allah haqqı fərdi yazılaşmışıq, heç kəsməmiş. Yəni biz söz verdik ki bir-birimizə, yəni birimizin siyahısını bir-birimizə göstərməyəcək və siyahlarımızda xəbərimiz yoxdur. Amma elə ki ürəyimiz birdir nə də olsa. Yox, çünki PSG oyunları bir dənə Sporting səfərdədir. Bir dənə Newcastle məncə özündə udacaqlar, amma Sportingdən mən heç-heçə gözləyirəm. Məndən fırlatmısan sən bu teksti. Elə bir şey. Qrupa atmışam mən bunu. Amma City də çox Bodo Glimt'dir səfərdə və Qalatasarayla özündə oynayır. Ona görə də mən fikirləşirəm ki, bunlar 6 xal qazanacaqlar, onunla da 3-cü yerə qalxacaqlar. Hal-hazırda City 4-cü yerdədir. Live-da. Mənə görə də City bir pillə qalxacaq. Həm Bodonu, həm Qalatasaray məğlub edəcək. 13 xalı var, plus 6 19 xal olacaq. 19 xal 3-cü olacaq. Bəli, bəli. 4-cü yerə icazənizlə mən başlayım. İndi deyəcəksiniz ki, hər şey bəllidir də buna, formasından. 4-cü yerdə Realdır məndə. Bəli, 4-cü yerdə Realdır məndə. Real hal-hazırda 7-ci yerdədir, amma 3 pillə mənə görə qalxacaq. 12 xalı var, amma mənə görə Monakonu və Benficanı şərtsiz, qeyri-şərtsiz, yəni məğlub edəcək və 18 xal yığacaq. Üzr istəyirəm, hal-hazırda live-da dəyişilən Elvində dəyişikliklər gedir. Fərman, sən də 4-cü yerə. Yox, deyirəm 4. Deyirsən, buyur. PSG. Okay. PSG Sportinglə oynayır və Newcastle-la oynayır. Bir dənə indi açığı PSG 6-ya atmışdım. Sonra qalxızdım 4-ə. Nəyə görə 6-ya qoymuşdum? Sportingə də qələbə lazımdır ki, o 24-lükdə qalsın. Okay. Hələ Sportingin Unreal-da olsa şansları var 8-liyə. Düzdür? Mən rəqiblərə sadəcə baxdım, gördüm ki, yoxdur şansım. Məncə sizi təəccübləndirəcəm. Mən 4-cü yerdə Atalantanı görürəm. Və məndə Atalanta idi bayaqlar 4-də dəyişdim. Atalantanı çünki Tələsməyək. Çünki Atalanta özündə Bilbao ilə oynayır. Okay. Və səfərdə Bilbao və Saint Julius'la. Okay. Bilbao o deyil də, San Mames deyil deyə. Ola bilməz. San Mames deyil. Ola bilməz. San Mames deyil deyə məncə Atalanta özündə olacaq. San Mames ağır səfərdir qarşı Leboy komandası. Və elə də oldu, Qarabağ oldular da. Qarabağ okey. Başqa heç kəs udumlayıblar. Qala 19 oyunu mövsümdə uduzublar. PSG 0-0 oynayır. Brat, PSG çünki San Mames fərqi, brat. Ona görə PSG ilə oynadı. Elə bütün stavkalar öldü, yandılar orada. 2 oyunu da udacaqlar rahatlığıyla. Mən də 5-ciyə keçəcək. 5-cidə indi sənin komanda, bayaqki komandan məncə 5-ci yer tutacaq. O da Real Madriddir. Bayaqki komanda nə? Yox, deməksən ki 4-cü yerdə. Dünən Inter idi, bu gün Real. Brat, bizdə dəyişir də. Sabah Anjı maxa çıxar. Məncə Real Monakonu səfərdə udacaq. Benfica Monaco evdə oynayır. Evdə Benfica da səfərdədir. Fərqi 6 xal yığacaq da. Orada çətin bir şey yox. Realdır da qardaşlar. Benfica, elə komandalar adətən vecin almır. Ajax yadımıza düşür, Roma, Salam Aleykum. Salam Aleykum. Elvin səndə 5-ci yerdə kimdir? Atletico. Qardaş 100 dəfə demişəm, hörmətsiz klubları salmayın da. Qardaşım Qalatasarayla oynayır, bir də Buduşla oynayır. Bodo Glimtlə Qalatasaray oynayır. Bir xal. Qalatasaray çətin bir məsələdir. Adə yaxşısanlar. Məndə 5-ci yerdə 2 pillə geriləyən PSG-dir. Çünki mən düşünürəm ki, onlar 6 xal yox, 4 xal yığacaqlar. Hal-hazırda live-da onların 6 turdan sonra 13 xalı var və onlar Sportingdən səfərdə yetiş eləyəcəklər. Newcastle evdə məğlub edəcəklər. Sporting həqiqətən evdə Leboy komanda ilə dirəşə biləcək bir klub oxşuyur. İkincisi də ki, düzdür, Bavariya ikinci tayında oyandı, amma qansızdı biz birlikdə səbəbini. Amma 60 dəqiqəyə qədər Sporting çox yaxşı oynayırdı Bavariya ilə. Ona görə də PSG live-da 13 xalı var, plus 4 xal, 17 xalından məncə 5-ci olacaq. 2 pillə geriləyəcək. Okay. O avtomatik olaraq mən 6-cı yeri mən deyim, məsləhətlidir. Çünki məndə 6-cı yerdə Interdir. Inter. Sən. Bəli, məncə Inter. Belə pis Inter 24-dəyə düşəcək o mənfi. Yox, Fərdi Sahibkarın şotuna düşəcək. Yoxdur da uje. Inter elə 6-cı yerdədir və çox da mən belə böyük fantaziya göstərmirəm burada. Elə 6-cı yerdə də qalacaq. Göstərirsən qardaşım. Arsenal evdə qələbə düşünürəm. Interin qələbəsini fikirləşirəm. Və Dortmunddan heç şey eləyəcək. Səfərdə. Dortmunddan. Yəni Dortmund polyasında xal itirəcək. Sən bilirsən də Dortmundda düşə bilər.
Bəli, mən Dortmunda heç Yəni bir orada şans vermirəm. Dortmund öz San Mammes də olmasa, yəni öz polyasında Signalda da signal FIFA İduna Parkdadır da yəni. Dortmund evdə Bodo Glimti bir suda bilmir. İkincisi də ki, ona görə Qaqaş getdi soyuq suda çimmədi. Mənim Onun antipatiyam. yazığı gəldi. Antipatiyam var Dortmunda qarşı. İkincisi də ki, qardaş, Dortmundumla Inter böyük klubdur da bura. Fərman sifətində göstərər son Dortmundda rəqamda. razıyam. Və Inter 12 xalla live-da, plus 4 xal 16 xalla 6-cı olacaq. Interin özü inanmır 16 xal. Özü. Qardaş, Amen. ona inanmasalar mən inanmıram da onlar. Ya Kivo girir ki, qurban olum 24-də bitər şaxlaya. Neçə yıl girib bunu öpüb görsəcək, stadion zada çağıracaq. Kim bu girir də burada? Mən Atalanta fikirləşirəm. 6-cı yer. Bəli. Yəni oyunları çətin deyil, yəni easy aparmalıdır. Yəni minimum 4 xal götürə bilər və o da kifayətdir. Bilbao San Mammesdə oynamır. Onda rahat qələbə Atalanta burası. Orada indi atasından asılıdır da bu Atalanta. Paladinoya salamlarımızı göndəririk. 6-cı yer PSG. Məncə PSG düşdü biraz ailə bir 17 xal yığacaq. Harda xal itirəcəksən? Hələ Sporting Sportinglə xal itirəcək. Axırıncı oyunda Newcastle udacaqlar. Sevirəm. Buna görə bax belə formatları sevirəm. Sevirəm deyək ki, işlərə çəkilən belə format. Amma ucu sevirəm də, yəni. Səndə PSG 17 xalla 6-ya düşür, məndə də PSG 17 xalla 5-də qalır. Yəni belə çox belə maraqlı bir temadır. Hər kəs üçün ki, subyektiv. Ona görə qardaş, subyektiv. Burada obyektivdə sözlər söhbət PSG edirəm. çıxacaq da 8-likdə olmalıdır da tam variant niyyət. 7-ci yer kimdir tanımırsan? 7-ci yer məndə çox belə qəribə bir komandadır. Dortmund. Mən Dortmund fikirləşirdim, amma Dortmund çətin o da oynar 17 xal yığacaq, amma gol fərqi ilə o 7-ci yer tutacaq. Dortmund səncə 17 xal yığacaq? Bəli, 2 oyunun ikisində udacaqlar. Inter'də udacaqlar, Totuşu da Vizdə udacaqlar. Başqa da odan olsa da getsə Çempionlar Liqasında qazansınlar da. Nə oldu da? Yox. Çempionlar Liqasında pis oynamır. Pis oynamır Dortmund. Yox, Tottenham özü bərbad vəziyyətdədir. Nation Set var. Nottingham Forest 3-0 uddular. Arsenal onları var ki döydü 4-0 utdu. Və sonra kimlə? Həmin o Bodo Glimt 2-2 oynadılar səfərdə. Sən çox yuxarıdan gəlirsən. Nottingham gəldi 3-0 utdu uzaq. Yəni belə üstə getmək ehtiyac yoxdur. Altdan da udurlar. Yəni demək istəyirəm ki, Nottingham kim utdu? Tottenham 3-0. 3-0. Yox, 3-0 utdu. Yəni Premier Liqada söhbətlərini qatmayaq da. Okey, Çempionlar Liqasında da o deyil. Həmin Tottenham it gündə Villarreal, hansı o Villarreal ki mən demişdim ki açıq şey olacaq da bu nə bilim açıqlama deyirəm. Heç открытие года zad olacaq. 1-0 utdular, o da avtogolla. Dortmund həmin Villarreal xışladı da, prosta 5-0 utdu da. Maraqlıdır ki, mövsüm əvvəlində Villarreal'ı belə Çomnel aşağıda görən Fərman, favorit görən. Hal-hazırda 3-cü divizion komandası 2-0 düzür. Kubokda, yəni yoxdur da elə bir şey. Ona hələm оправдание olar demək ki, ikinci sastav. Yox, anar demişkən brat Barselona azlaşırlar. Hə, o da ola bilər. Amma ki, Çempionlar Liqasında bunlar heç nə eləyə bilmədilər də. Totsacan uduzdular. Tot Momentka da Villarreal Barcelona maçında. Bu sifətdəki klubun uduzdular. Sifət də sifət olar. Tot Momentka da Villarreal Barcelona maçında biraz La Ligaya çıxan yüngür var ya. Həqiqətən heç şey gözləyirəm. Villarreal utsa biz keçir. Özü 2 oyun zapası, özü 2 oyun zapası var. Hələ zapası 2 oyun var. Səndə 7-də kimdir? Elvin. Barcelona. Bu bizim qəsdimizə oturur da, başa düşdü mən. Qardaşım. Amma mən də belə fikirləşdim kim. Yaxşı, mən axıra Kiçik deyərəm. və orta sahibkarlar da deyil. Bunlar sən necə? Murat Kartdan karta işləyən obyektlər deyə, yəni Barcelona oynadı. Inter konkret hamısını oynadı. Hamısını sən tərif qəsdim aktinə verdi Barcelona. Sən hamısını Slavia oynadı. Praga, Kopenhagen. 7-ci yerdə niyə yazdım mən buna yox? 7-ci yerdə məndə Atletico Madrid. Buy. Bəli, təsirli olsun ki, bir pillə mənə görə qabağa yuxarı qalxacaq. Çünki 8-dədir live-da, 12 xalı var. Mən fikirləşirəm ki, Qalatasarayla heç şey eləyəcək səfərdə. Və evdə Bodonu bəzi adamlar gözləyirlər ki, Murat, yəni rahat səfər olar. Qaşıyacaq. Amma yəni qaşıyacaq. Əminliklə deyə bilərəm ki, qaşıyacaq. Axırda qaqaş götürüb bunun videosu kəsir, bir dənə üstünə bir dənə funk mahnılar, zat qaqa mən demişdim axı Bodo qazanır. Sənin Norveç dilində 2 dənə qəşəng söz yollayacaq. Hə. 16 xalla Atletico mənə görə 7-ci olacaq və madəm ki Atletico deyirəm, mən madəm ki 7-ci yer deyirəm, elə 8-də də təcrübələndirmək istəyirəm sizi. Nə Liverpooldur, nə Atalantadır, məndə 8-də Barcelonadır. Çünki Barcelona həqiqətən sən məndən köçürmüsən. Nəyə görə? Mən sadəcə oturdum. Birinci məndə Barcelona keçmirdi. Liverpool keçirdi. Sonra oturdum, baxdım ki, ay qardaş, buna 2 qələbə qazanmaqla
Cibimə kamera zad qoymayım. Eyni şey fikirləşirdim mən. Yox, sən də mənada. Mən elə keçən buraxışda demişdim, dərin bəlkə də bir listədə demişdim ki, keçən il Aston Villa -2 ilə 16 xal yığmada 8-ci yer tutdu. Barcelona +3-dü qollarda. Okay. Plus 2 dənə sahibkardan oynayır. Hansı ki, Barcelona bunlar udmasa Barcelona loxdur. Slavia Praqa'dan Kopenhagen udmasanız qardaş, sizin klubunuz loxdur. Bağlayın klubu oynamayın. Fuad sənə söz atdı orada. Ya özü də bilir ki, udmalıdır. Və Barcelona nə az da çox 7 pillə qalxır mən də. 15-də də hal-hazırda. Amma tam olaraq yəni udmalıdır və yəni mən deyəcək bir şeyim yoxdur. 16 xalla Barcelona 8-ci olacaq mənə görə. Deyirsən deyim. De. Mən də Barcelona fikirləşirəm. Çünki birinci Liverpool idi. Gördüm Liverpool səfərdə Marseille-lə oynadı. Yes. Marseille непонятно da Liverpool kimi. Bir də gördüm gəldi 3-0 yutdu. Bir də gördüm 3-0 yutdu. Riskin böyük gördüm. Amma ki Kopenhagen'dən bir də ikinci kimi Kopenhagen Slavia. Slavia ilə də Udmalısan. Belə də bir xal belə itirməli deyil orada. Yəni. 100%. 100%. Bir xal. Ona görə Barcelona nə qədər acınacaqlı, ürək ağrılı olsa belə mən deyəcəm ki Barcelona 8-ci. Belə Tebasında bizi bəyənər də. On bizim proqnozlarımıza görə 3 dənə İspaniya klubu 8-dəyə düşür. Liverpool düşür sizdə 8-dəyə. Yox, 9-da qalır məndə. Qarabağın oyunu vardı ona görə. Bəli. Yox. Yoxsa Marseille-lə oyunu var, Qarabağda. Səndə 8-də kimdir? Oyda. Mən Realı demədim də, düzdür? Demişdin axı elə bir. Yox, deməmişdim. Deməmişdir Realı. Birinci yer Arsenal, ikinci yer Bavariya, üçüncü yer Man City, 4 PSG, 5 Atletico, 6 Atalanta, 7 Barça və 8 Dortmund. Demirəm Realı. Yaxşı. Belə dostlansa nəysə də deyərdim amma susacam. Düşmənə güvən. Qardaşım, Realın oyunları Monacodur. Ha. Который Vapşe də bilinmir də nə edir də Monacoda. Yəni Monaco PSG-yə udur, son gedib Marseille udur. Yəni pis damarı düşdü, yəni nifaq daşdı. Monaco səfərdə oynayır. Olsun da səfərdə də, yəni Sən bilsən də, yəni bu mövsüm Bernabeu udmaq o da çətin deyil. Celta gücü boyuna uddu və digər 64 komandada qələbə qazandılar, amma Monacoda da Celta da öyle yaxşı da. məndə Liverpool 9-da qaldı və Atalanta 5 mövqe itirib ona düşdü. Liverpool ona görə düşdü ki, mən ümumiyyətlə Marseille Liverpool maçında Marseille'in qələbəsini düşünürəm. Ona görə məndə Liverpool düşdü, belə düşməyəcəkdi. Əlavə edim ki, Realın da Benfica səfəri var ki, hansı Benfica olur, yavaş-yavaş özünə gəlir. Yəni sizin heç də Benfica mənə görə hətta mən sənin sözünə qüvvət olmayaraq Monaco evdə daha rahat qələbə qazana biləcək. Nəinki səfərdə Benfica ilə. Çünki dediyimiz bütün mövsüm bunu danışırıq. Real bağlı komandalara qarşı çətin oynayır. Mourinho isə %99 bağlı oynayacaq. Prosta Benfica da o deyil də. Yox, o yenə bağlı. Girona o idi bəyəm, bir oynamışıq. Yox, mən yenə həmişə demişəm və deyəcəm ki, çempionatda zəif komanda ilə oynamaq daha çətindir. Nəinki Çempionlar Liqası. Çünki çempionat nəsə lazımdır, ona da nəsə lazımdır. lazımdır. Həm ondan da başqa, çempionatda sən ildə 2 dəfə oynayırsan o komanda ilə hər il. Ona görə Girona ilə Real bir-birini nə bilim, qaq abluplin deyək də, znay. Hə, orada sürpriz etmək ehtimalı azdır. Amma burada uslovno bir dənə Benfica nəsə Garcia da bir dənə hansısa bir Cənubi Amerika adı çəkimdə Garcia'nı çıxardıb, nə bilim, şeyi salsa, Vasquez'i salsa şok keçirəcəksən. Cənubi Amerika hər ikisi İspaniya. İspan olsun da nə? Benfica xodlanıb da Napolini utdu, Ajax'ı utdu. Napoli bəs. Liverpool məndə 15 xalın 9-cudur, Atalanta isə Sən ora qədər getmirsən, 8-də 8-də. Yox, nəyə görə qədər yazıb da. Nəyə görə mən Liverpool-la Atalanta dedim? Kim düşəcək zaten? Mən nəyə görə Liverpool-la Atalanta dedim? Çünki onlar Barcelona-da məndə belə virtual olaraq dəyişirdilər. Atalanta mənə görə Bilbao-nu heç eləyəcək. Elə Union Saint-Gilloise-da uda. Sən 100 PlayStation evdə oynamısan, kim udub. O da bilməyəcək. Atalanta heç birini uda bilməyəcək. Xalq acaba 15 xaldan da olacaq. Məndə Asminov Çeripaxa şeydi. Prosta Leonardo. Uşaqlar, 8-likləri danışdıq. Bizim 8-liklər bunlar idi. Siz də hal-hazırda qrafikdə də bizim 8-likləri görürsüz. İndi şərhlərdə siz də öz 8-liyinizi yazın. Biz isə keçək Türk xalqları pod qrupuna və onların görüşək növbəti blokda. Hələ ki Elvin mahnı oxuyur. Uşaqlar 8-liyi danışdıq, əsas məqamları bildirdik. Gəlin birinci Galatasaray, axırda Qarabağ keçir. Galatasaray mənə görə Atletico ilə heç və City ilə məğlubiyyətdir və 1 xal toplayaraq 10 xalla, yəni 24-yə rahat düşür. Mən bilmirəm neçənci yer tutacaq 24-lükdə, amma 100% yəni alt play-off oynayacaq məncə. Sizcə? Məncə o ümidi qalıb digər komandalar ki, hansı ki
Benfica'dır, Bilbao'dur, bunlar nəsə eləyə bilsələr, o halda məncə Qalatasaray üzə düşməyəcək. Yəni Qalatasaray vəziyyəti azdır. Düzdür, 50-50-dir vəziyyəti. Barcelona azı keçdləri. Nəyə görə Onu udun sözümü, Galatasaray azı keçdləri. Bir xal belə yığmasaq, komanda azlı oxdur. Bağlatdırın. Məncə Qalatasaray 12 xal yığacaq. Səncə Elvin nəsə deyirdin? Məncə uduzacaq hər iki oyunu. Və keçməyəcək vəbşə. Ya hər iki oyunu Zapası var da uduzmaqla hələ ki var da yəni də Benfica, Pafos, Julia. Qalatasarayındakı vəziyyəti bir üstünədir. Qarabağ Ajax utsaydı, bax Qarabağın vəziyyəti nə olacaqdısa, Qalatasarayda da odur. Yəni iki orada ehtimal baxmışam 24-də düşməyə. 46% Qalatasaray. qardaşım, Qarabağın onda heç olmasa 10 xal olacaq. Da bax. Hətta yəni plus minus eyni vəziyyətdə Qalatasaray 9 xalı var. Yəni Mən Qarabağ da orada olmalı, yanında olmalıdır Qalatasaray. Məncə Qalatasaray Atletico Madridi özündə udacaq. Çünki necə Liverpoolu utdular. O başa düşürlər ki, öz meydançasında axırıncı şansları. Eləməlidir. Hələ variant City ilə mən inanmıram City ilə nəsə eləyə bilsin. Bəlkə də indi City bilmək olmaz getdi Liverpool ilə 2-0 uduzdu. Amma ki Qalatasaray davay. Amma həqiqətən Atletico'ya da 8-lik lazımdır. olsun da. Bəli, Atletico məndə 8-yə 8-yə düşmədi. Məndə düşür. Məndə Daha heç şeylə belə Bu düşür. ssenarisi belə gedir. Ha, bu ssenari belə gedir. Tarantino ilə yazılır. Sadəcə yəni Galatasaray belə deyim də, bunun 200 milyon xərcləyən komanda, yəni 24-yə düşmürsə, qardaş bağlatdırın da bu komandanı da, qardaş bağlatdırın. Ya da bütün uşaqlar satın akademiyaya oynayır. Ehtiyac yoxdur. Pulun yarısını Qurbanov versəydi özüm. Qurbanov demişkən kim başlayar? Mən başlayacağam. Davay. Mövsümün əvvəli mən deyəndə ki, Qarabağ ən yaxşı halda 4-5 xal yığacaq. Bəli, birinci 3 turda, mən hamı 2 turda üzr istəyirəm. Hamı Linçlədi. Nəinki hamı biz kimi. Yenə də məncə Qarabağ Frankfurtda da olacaq. Əgər Frankfurt Barcelona o göstərdiyi oyunu göstərsə, onu da göstərəcək təbii ki. Və Qarabağı udacaqlar. Liverpool sadəcə məncə 8-yə oynayacaq. İndi bizim heç birimizdə yox, bir dənə səndə Liverpool düşdü 8-yə yoxsa. Mənə düşmədi. Mənə düşmədi. Və məndə də düşmədi. Mənə düşmədi. Hə, Liverpool 8-yə əlbəttə istəyəcək oynasın. Öz polyasda Qarabağda udub, Qarabağ 0 xal yığacaq 2 oyuna. Və keçməyəcək. Yox, keçməyəcək Qarabağ. Razısan? Mənə görə Qarabağın hal-hazırda 7 xalı var, 22-ci yerdədir. Frankfurtdan heç şey yazmışam. Halbuki açığı Ajax-la oyundan sonra Frankfurtda heç şey və Frankfurtun səfərdə Barcelona ilə oyunundan sonra mən belə bir qələmə gəldim ki, mən bunu vəbşə patriotik cəhətdən, yəni o bir xal verdim Qarabağa, amma əslində onu da düşünmürəm. Amma okey də gəlin pozitiv danışaq. Onsuz Qarabağ keçilmədi 24-dür, amma Frankfurtdan heç şey, Liverpool açığı, yəni məğlubiyyət və rəqiblərinə nəzərə salsaq, əsas rəqibləri Napoli, Kopenhagen və Pafosdur. Belə o ümumidə kim həqiqətən xal yığa bilər. Napolinin də 7 xalı var, amma Napoli Kopenhagenlə oynayır evdə və məncə udacaq. Ona görə avtomatik olaraq Qarabağ keçir. Bir də Chelsea-nə heç şey eləyəcək Napoli. Ona görə Napoli Qarabağa rəqib deyil. Yəni daha doğrusu Qarabağ Napoli rəqib deyil. Kopenhagen uduzsa da, sonra Barcelona uduzsa da, yəni 7 xal keçmir ki, amma Pafos var. Və Pafos evdə Slaviya ilə oynayır. Biz də Pafos gülürük. Evdə yığışıb Slaviya ilə udsalar, onlar da Qarabağa keçir. Napoli də Qarabağa keçir. Məncə hər ikisi keçəcək. Və Qarabağ düşür 25-ə 26-ya. Məndə. Səndə də keçir. Mən tək Məndə keçmir yəni. Sən bildin Hə, keçmir. Mən indi deyəcəksiniz ki, yenə də emosiyalar qarışıb, nəyim, o yan bu yan Qarabağ keçməyə fikirləşəcəksiniz. Amma mən doğrudan inanıram ki, keçəcək. Yəni bu ümumiyyətlə bu fikirlərimiz o demək deyil ki, biz inanmırıq Qarabağa. Yəni ürəyimizdə əlbəttə ki, istəyirik ki, keçsin. Yəni kim istəməz ki. Sadəcə olaraq biraz başqa tərəfdən, siz başqa prizmadan baxdınız. Yəni sözlərinizdə də biraz analitik düşüncəni nəzərə alsaq, düz söhbət açırsınız. Digər ki, Bilbao'dan sonraki oyunda kimsə inanırdı Chelsea ilə biz burada heç eləyəcəyik. Məncə orada daha çox Chelsea bizi qiymətləndirir. Yox, mən inanmırdım. Söhbəti getmir. Mən suala cavab vermək istəyirəm. Ajax kim gözləyir ki, 4-2 olacaq? Söhbət onu. Orada biz necə, orada özümüzü buraxdıq. Gəl belə danışaq. Burada özümüzü sıxdıq. Bax da biz qılınc müsəlmanı söhbəti gəlir ortaya. Mən başqa şey deyirəm. Bilbao'dan sonra onlara olan təzyiq, Qurbanov etdiyi cəlmələr və yəni ki, özünüzü yığışdırın da, yəni düzəlin. Yəni bu demək deyil ki, biz çıxdıq, hə burada da uduzmalıyıq, qalmalıyıq. Məncə bu Bilbao'dan sonra nə gedir ki, Chelsea söhbət dərci 2-2-dən də getmir. Göstərdiyi oyundan gedir söhbət ki, necə keyfiyyətli oyun göstərdi, yəni. Məncə onu fikirləşirəm ki, ona baxamayaraq
bu situasiyaları nəzərə alsaq, Frankfurtu uda bilərik. Yenə də situasiya gəlir Qalatasarayla vəziyyətə ki, digər oyunlardan asılıdır Qarabağ. Məncə çıxmalıdır. Yəni bu belə başlamaqdan sonra belə bitməməlidir bu hekayə. Bir dənə qısaca mən bir şey deyim ki, biz Qarabağ sadəcə mövsüm başlayanda Benfica çox bərbad vəziyyətdə idi. Biz onu sonradan bildik. Hə, biz onu sonradan bildik. Benfica'da hamımız futbola baxıb futbol oynayan adamlarıq da. Komanda 2-0 irəlidə olub 2-2 olanda sən oyuna qayıda bilmir. Nə qədər çalışsa da çox çətin olur. 3-cü golda vurulanda vəbşə sən ruhla sınırsan. Kopenhagenlə 70-ci dəqiqəcən ikinci time'da da belə deyək hissədə. Kopenhagen qolu voto idi. Prosta Addayev vurdu qolu. Niyə daldı? Hə, vurdu qolu. Kopenhagen başa düşür 2-0-dan qayıda bilməyəcək. Bilbao-la bəli, Bilbao bizi belə deyək də oyun unutdu. Chelsea məncə yenə deyirəm, bu Chelsea hansı ki gəlib burada Barça, Arsenal və s. sıralayır qələbə heç-heçə gəlib Leeds-i udzur. Mən ona görə ondan çox şey gözləmirəm, amma Ajax-la sadəcə Ajax bizi belə deyək, xəyallardan biraz aşağı saldı ki, oyanın belə. Bəlkə Ajax eləmədi, biz özümüz elədik. Özümüz də elədik. Biz udmalıydıq. Əlbəttə Qarabağ Frankfurtu utsa və belə Liverpool-la heç-heçə eləsə, biz üçümüz də sevinəcəyik ona ki, Qarabağ bizim doğma komandada qabağa keçməlidir. Amma ki mən inanmıram. Brüggedən sonra da sənin üçün. Yox, Brügge, sonra St. Julius, Bavaria, Standard Liège, Anderlecht, Antwerpen. Sadəcə işte Evolle-də, Zvollive'də, Mechelen. o da Sinçi. Brat, Belçikada yoxdur, sərhəd yoxdur, brat. Skameyka da bu Zültü Varegin. Circle Brügge. Ariyastanovic. Sən hamısı daş İkinci edir. divizyona keçir. Genk, qaldı qardaşlar. O Bizə İngiliz var. nədir? Pafosla Genk oynasa bizə nədir? Fərman sifəti incə idi. İndi doğru niyə indi o da? Nə bilim. Amma çox qəşəng oldu. Anderlecht. Sən deyən danışım. Mən də qısaca bildirim fikrimi. Nəyə görə Qarabağa şans tanımıram bu məsələlərdə. Açıq Qarabağın demək olar ki, hər oyunu izləyirəm. Azərbaycan Premyer Liqası olsun ya da Çempionlar Liqası. Və biz başa düşürük ki, biz burada hal-hazırda Liverpool Qarabağ maçı müzakirə edirik. Orada qeyri-şərtsiz, yəni məğlubiyyət. Hər şey ola bilər, Amma hər şey ola bilər futbolda, amma əgər sən oyundan qabaq belə deyim də ehtimal versənsə, 99% ehtimal Liverpoola qələbə fikirləşir. Hər kəs hər bir ehtimal Eintracht ətrafına fırlanır. Və Qarabağ üçün çox ruslar demişkən neudobный соперникdir. Heç yaraşmır Qarabağa. Nə mənada? Qarabağ mövqeyi futbolu daha yaxşı oynayır deyənə və ona görə Premyer Liqada belə dominantlıq göstərir illərinə bizim komandaların çoxusu Azərbaycanda mövqeyi futbol oynaya bilmir. Bəziləri fizika üzərində qrup oyunlarını, məsəl üçün, nə bilim, indi çox dərin edəcəm, İmişli bir kimi komandalarda heyəti zəif olan o fizikaya qaçır. Digər qaça bilən komandalar isə əks hücuma qaçır. Mövqeyi futbol oynayan indi Sabah oynayır onu, bir də Qarabağ həmişə oynayır. Və onlara belə qatı müdafiədə oynayan komandalara qarşı oynamaq daha rahatdır. Kopenhagenlə oynamaq daha rahat. Kopenhagen gəlmişdi, oturmağı planlaşdırdı, əks hücum rahat oldu Qarabağa. Eintracht belə deyil. Eintracht ultra hücum edici bir komandadır. Eintracht 3-3 oynaya bilər, 5-0 da uza bilər, 5-0 da uda bilər. Və Eintracht oturmayacaq qapısında. O işte aydın. Və bu Qarabağ üçün çox böyük problemdir mənə görə. Qarabağın stilistikası üçün Eintrachtın oynadığı futbol çox çətindir. Bir fərq də orasında ki, Eintrachtın özünə xal lazımdır. Kроме того, motivasiya da var rəqibdə. Yəni rəqib şey deyil də. Motivasiyasız Ajax gəldi burada. Yəni komanda motivasiyalı özü yenə mən Barselonaya baxın, düzdür. Barselona müdafiə cəhətdən göstərici deyil. Məncə Qarabağın müdafiəsi daha stabildir Çempionlar Liqasında ki Barselonanın, amma Frankfurtu mən yəni belə rahat görməzdim. Bir xal deyirəm, verəm, o da Azərbaycanlıyıq da, yəni amma inanmıram da, yəni nə inandım inanmıram. Yox, Frankfurt çox qalxızıb qoymuşsa dağ başına. Yəni 5-1 5-1 uduzan komandadır. Qarabağ da Bodo Glimt deyir də burada. Sən də mənə baxırsan. Fərman kimi danışırsan. Qarabağ da burada Zivolli. Qarabağdır da ona görə. Mən bir dənə şey təklif eləyərdim. Proqnoz verək ki, hansı komanda 24-yə düşəcək, hansısa komanda düşməyəcək böyük klublardan. Yerindəcə. Belə proqnoz verək. Bizə mənə bir 3 saniyə, 4 saniyə verin. Freestyle gedir də, hə? Freestyle. Bədahətən. Bəli, bəli. 3-cü raund qardaş bit altında olsun. Məncə 24-yə Brügge düşəcək bu dəfə. Çünki onların Xayratdan oyunu qalıb. Bir də özlərində kim qalmışdı?
Kayrat idi. Bir də Marsel. Marseli məncə udacaqlar özlərində. O güclədilər. Mən özümü təqzib etmiş oluram. Mövsümün əvvəlində bildirmişdim ki, Atletico Bilbao belə deyək, keçən mövsümün Aston Villası olacaq. Atletico Bilbao hal-hazırda 5 xalı var və Atletico Bilbao oynayır. Həmçinin play-off üzrə mübarizə aparan Atalanta ilə səfərdə oynayır özdə və evdə Sportinglə. Mən maksimum Atletico Bilbao ilə 1-2 xal verərəm və yenə də keçmir. Ona görə də mənim belə deyim, keçməyəcək ən böyük komandam Atletico Bilbao'dur. Mən Napoli fikirləşirəm. Napoli keçməyəcək deyirsən. Bəli. 2 dənə çətin oyunu var. Biri Chelsea-dir. Chelsea hansı ki 8-dəyə düşmək istəyir. Kopenhagen-də özünü dağıdır ki, onu sən fikirləşsən ki, Kopenhagen öz polyasında oynayır Priçom. Kopenhagen udacaq ya da keçəcək olacaq deyirsən, nə? Yəni oradan Napoli o 2 oyundan 1 xal götürsə sevinsin. PSV-ni deyirəm. Keçməyəcək. PSV-nin səfərdə Newcastle-la oyunu var. Bir də özündə Bavariya ilə. Hayf o 6-2 idi. Necə olmuşdu Napoli? 6-2 Napoli, 4-1-də Liverpool. Newcastle məncə udacağı onları Newcastle özündən xal lazımdır və Bavariya maksimal dərəcədə Kıstaki Newcastle-da 8-dəyə düşmə şansı var. Var, azdır amma var da yenə də. Onun xalı var. Məncə PSV düşməyəcək. Amma hansı klublardan ki o 24-lükdə yoxdur, 24-yə düşəcək, məncə Brügge-dir. Mənə görə keçməyəcək ən böyük Brügge böyük klub deyil. Yox, mən deməm böyük. Ümumiyyətlə ən böyük klubdur. Yəni mənim siyahımda ən böyük klub. Meş kontinental. Mənim siyahımda keçməyəcək 2 potensial komanda var. Hansı ki biz hardasa onunla top komanda saymasaq da topa yaxındır. Bu Monaco və Bayerndir. İkisindən biri məncə keçməyəcək və hal-hazırda baxıram Monaco-nun keçməməyə şansı daha çoxdur. 9 xalı var, amma birinci səfərdə Real'la oynayır. Digəri də evdə Juventusla. Hansı ki Juventusla xal lazımdır. Leverkusen isə oynayır səfərdə Olympiakosla və biz də bilirik ki Yunanistanlılar öz meydanında yaxşı oynayacaqlar və evdə oynayır Villarreal, hansı ki Villarreal prestij naminə nəsə göstərir. Mənim ehtimalım daha çox Monaco-nun keçməməyidir, nəyə ki Leverkusen. Mən PSV-ni deyirəm, Elvinlə Napoli. Uşaqlar, bəs sizcə belə okula top komandalardan kim keçməyəcək, kimsə əksinə 24-yə düşəcək şəhərlərdə yazın və qeyd etdiyimiz kimi 8-li yazın. Qalatasaraydan azdan çoxdan əminik Qarabağın 24-yə düşməsi haqqında ehtimallarınızı mütləq qeyd edin və əsas odur ki, bizim aşağıda qeyd etdiyimiz sosial şəbəkə. Mən də naburat deyim, mən Qarabağa əminəm, Qalatasaraya yox. Hansı patriot mahnısını oxuya bilərsən? Şəhərlərdə yazın və sosial şəbəkələrimizdə abunə olun. Əsas odur ki, izləmədə qalın. Çox sağ olun. Sağ olun. Sağ olun.